Dünəndən yolkamızı qurandan dedim elə gətirim kuxlanı da biraz yeni il bu havasına salım və inanın ki, nə qədər insanlar yazdılar ki, bu bizim bayramımız deyil, bu xristianların bayramıdır. Nə bilim nə, nə bilim nə. Belə-belə cümlələr. Amma ki, mən yeni il haqqında bəzi videolara baxıb oradan öyrənmişdim ki, yeni il eyni zamanda xristianların bayramından əlavə bütün dünyaya, bütün insanlara ümidli olmağa bir çağırışdır. Çünki niyə? Şam ağacını, yaşıl ağac, yəni payızda, qışda bilirsiniz ki, bütün ağacların yarpaqları tökülür və bütün ağaclar solur və yaşam ağacı yeganə ağacdır ki, həmişə yaşıl olduğuna görə gətirib insanlar qışda, o soyuqda, o belə deyim, təbiətin oyanmamış vaxtı, donmuş vaxtında gətirib o ağacı evlərinə quraraq insanlara bir ümid simvolu kimi onu yansıdırlar ki, yəni bu günün sabahı da var. Yenidən yaz gələcək, yenidən həyatımız çiçəklənəcək, yenidən hər şey yaşıllaşacaq. Yəni sırf bunu xristianlar üzərində zəhmət olmasa qurmayın və bizdə eyni zamanda 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü kimi də qeyd olunur. Və xahiş edirəm, gəlin mənim videolarımın altında bu bayram belə, o bayram elə, mən xristian, mən nə bilim müsəlman, bu cümlələri qurmayın. Xahiş edirəm. Biz sadəcə insanlara bunu göstərməliyik və hər kəsə ruh yaratmalıyıq belə videolarımızdan. Neysə qızlar, istəyirəm ki, biraz da işim haqqında sizə danışım. Qızlar, mən evdən oturub çalışan xanımam. Ona görə də çox şeyə heç bir zaman baş qoşmuram. Mən əsas işim üzərində çalışıram. Evdən işləyib aylıq 1000 manata yaxın maaş alan sahibkar bir xanımam. Siz də mənimlə bir yerdə, mənim komandamda işləyib pul qazanmaq istəyirsinizsə əlaqə nömrəmə müraciət edin.